Herkese salam dostlar. Bugün Minecraft Hardcore'da oynuyoruz. Amma ki 2 dənə dağın kəsişməsində çox gözəl bir setdir. Kanala like atmağı, abone olmağı unutmayın. Abone olduktan sonra zilləri hamısını açın ki ilk videolardan siz xəbər. İndi keçək videoya. Dostlar, bildiyiniz kimi deyəcəksiniz ki, indi bu necə bir setdir? Bu setdən biraz məlumat verin. Deməli, 2 dənə dağın kəsişməsidir. Yəni ətrafında 2 dənə dağ var, çox mükəmməl mənzərə görsən. Və nələr var bu setdə? İndi birazdan göstərəcəm sizə. Birinci, buradan yavaşca düşək aşağı. Yavaşca dedim ali. Və yavaş-yavaş irəliləyək. Odunları da bir dənə dönüşdürün. Bunu tam dönüşdürək. Buradan bir dənə çalışma masası. Bir dənə də çubuq eləyək ki, taxta qazmaya eləyək. Daş dövrünə keçək. Bu nədir belə? Kakao çəkirdəkləri. Çəkirdəklərdir bunlar. Bunlar əlki qalsın. Dostlar, gördüyünüz kimi qabaqda olmazsa olmazımız kəndimiz. Daha doğrusu kəndimiz deyirəm. Bu balqabaqlar kənddən işarədir. Burada yaşayan bir yerdir. Orada gedəcəm digər bölümlərdə. Bambular biyomudur burada. Deməli, yəni kənd olduğu deməyim, yəni burada balqabaq var. Kənd olma ehtimalı var da. Ona görə buradan hər yer bambu deyim. Bu bambulardan necə irəliyim? Qabaqda daş var. Oradan gedim daş dövrünə keçim. Bildiyiniz kimi qabaqda da qırıq portal var. Bir dəqiqə bunu bura qoyaq. Buradan bir dənə taxta qazma ki ilk daş dövrünə xeyirli uğurlu olsun dostlar. Başqa hansı modlarda 100 gün həyatda qalmaq istəyirsə dostlar, kanala yazıb yorumlarda yaza bilərsiniz. Biraz qıra, həm qazma eləyək, həm də ki özümüzü qorumaq məqsədi ilə adını da onun balta. Bunu qoyaq bura, biraz da çubuq götürək, taxtalarımız üstdən odun qırdım elə olur. Bunu götürək. Burada çakıl daşlar var. Baxın bunu da həll eləyək, bax gör nələr var burada. Qıran kimi kömür var olsa görürsünüz. Sizdə burada kömür də çox yaxşıdır. Həm madənləri isidir, həm bir dənə çakma, yox kömürdür. Həm burada da həm madənləri isidir, həm yeməkləri isidir. Yəni çox mükəmməldir də. Yəni indi gəlin belə eləyək. Yoruma kömür yazana ürək atacağım dostlar. Gizli söz bu olsun, kömür. Kim yorumlarda yazsa ürək atılacaq ona dostlar. Biraz da qıraq bunları. Neçə dənə kömürümüz var? 13 dənə. İdarə eləyər yəni. Burada bakırda var. Hər ehtimala bunu da götürək. Nə olar, nə olmaz da madəndir. Özə bakırlar çox çıxır. Yəni bir dənə qırırıq, 4 bayaqda gördük 8 dənə çıxır. Buradakı kömürləri də qıraq. Bu qədər bəsdir də. Deyək. Görürsünüz. Bunu. Çox mükəmməldir. Deməli, baxaq görək bu sandıqdan bizə nələr verəcək. Hanı sandığınız? Buradadır. Bunu götürək. Çakmaq daşı verdi. Çakmaq verdi 2 dənə. Çox mükəmməldir. Basınç plakası. Altın qılıncın kırılmazlığı. Baltanın da nə idi? Ekləm bacaqların qiyamətdir olsa. Amma çox mükəmməldir. Və dostlar, görürsünüz də o nədir? Tapınaq kimi bir şeydir. Bax bu nədir? Yunuslar burada gəzir. Heç nədir. Və bildim gəmidir. Dostlar, hazır, yəni çox mükəmməl setdəyik. Gələn bölüm bəlkə buralarda gedə bilərəm kəşfə. Hər tərəfdə hər yer madən doludur. Hələ bu bölgədir. Digər bölgə də var. Məsələn, bu dağın digər bölgəsi də var. Oraya da gedəcəyik. Ondan əvvəl buralarda çıxaq. Madən kəşf eləyək biraz. Çünki yenə də kömürümüz var. Kömürü alaq. Çox da almayaq lazım deyil. Nələr istə bilərik. Bax gör burada nələr var. Suyun altı giriş eləyir. Nə yaşayan yerdir orada? Baxım görüm. Orada nələr var. Creeper'dır, iskeletlər yer bu gəlir baxın. Ancaq bura güzlənəndən sonra gələr. Yeri yoxdur yəni indidən ölməyin. Və onsuz da ki bura gəldiksə, yəni çətindir də onsuz da buradan. Bu tərəfdə idi də iskelet, buradan gəlirdi, vururdu bizi. Burada creeper var, creeper.
Kaç. Yox. Buradan odun qıra bilərəm mən. Təknə eləyim, digər bölgəyə də keçmək istəyirəm. Elə bil ki, bu yerin digər, elə bir gəldiyimiz yer var deyə bayaq göstərdim sizə. Tapınağın olduğu yerdən üzü o biri yerə. Baxaq görək, buradakı odunu qırım. Lazımdır bizə. Sizə çox da qırmayım, az da olsa yaxşıdır. Yəni təknə eləyəcəm də. Ondan sonra baxın burada nələr var. Burada madən olaraq gözümə ancaq kömür dəyir. Başqa da heç lazım deyil əslində. Ondan sonra burada bu tərəfdə sudur, gedir buradan. Deyil olsa biz buradan gəlmişdik. Baxın mən buradan başlamışdım oyuna. Deməli, baxaq bunu hazır bir dənə təknə eləyim. Bu odunları dönüşdürüm. Bir dənə təknəmiz hazırdır. Bunu qırın. Bunu qoyaq. Aha, dəmir. Bir dəqiqə bunu götürməliyəm. Çünki dəmir dövrünə də mükəmməl şəkildə keçid elədik dostlar. Baxaq bu blokun adı nədir? Bir dənə deyil dəmir. Bu blokun adı nədir? Bir dəqiqə baxım. Kildir bu. Baxa, başqa haradasa madən var. Aha, buralarda. Buraları da biyomları qəşəngdir. Buradakı bitkilər. Burada dəmir. Yox deyir, bir dəqiqə. Çakıldı. Yoxdur burada. Bunu da qoy qırım. Götürüm özümdən. Biraz təknəmiz də var. Bunu da qır. Bu tərəfləri də qıra gedək. Yenə də kömür var. Hər yer ancaq kömür olması. Bir dənə keçə bilsəydim buradan mən. Aha. Baxaq hanı burada təknəmiz vardı. Təknəyi götürək qoyaq bura. Baxın dostlar, bu adanın bir hissəsidir. Bu niyə sürə bilmədim? Bax dəmir. Bax o göstərdiyim yeri var deyə. Meyvələr. Bax o buradaydı. Bax biz buradaydıq. Buradan görmüşdük onları. Bu nədir belə baloncuqlar çıxır ətrafda. Dəqiqə. Buna görəymiş. Deməli, buradan da baxaq görək burada nələr var. Məsələn, dəmirdən. Bura təhlükəlidir, həm də qaranlıqdır. Hər yerdən bir şey çıxa bilər. Şəlaləymiş buradan bu tərəfi. Yaxşı ki, getmədim, çox da qabağa. Deməli, bu digər adaya da göstərəm. Baxın, digər adada budur. Gördüyünüz kimi, bu bizim adadır. Buradan bu tərəfə. Ondan sonra bu da digər adadır dostlar. Çox mükəmməldir amma. Digər adada baxaq görək nələr var. Məsələn, bu adada bildiyiniz kimi dedik tapınaq tapdıq. O bölümə gedəcək baxadıq. Sonra burada da nəsə olar da yəqin ki. Yəni bu boyda adada əgər varsa, lavda çox yaxşı axır olmalı. Bu boyda adada nəsə varsa, digər adada da nəsə olmalıdır. Digər ada. Altınlar amma xeyləm çox daha burada. Məsələn, dəmirimiz yoxdur, almalıqdan götürərdik. Və dostlar, hər şey tapınaqda. Elmas deyilə bilmirəm. Sonra dedim, elmas burada nə yazır? Adı nədən? Gəmi. Özdə ki, gəmi mən bilən batır, amma bu batmır. Batmır yox, yəni suyun üstündədir. Çox mükəmməldir yerin altı. Gələk baxaq bura. Park eləyək. Hər yerləri açaq. Sandıq. Buradadır. O biri sandıq oradadır. Bir dənə deyil sandıq bu boyda dənizdə. Yəqin ki, Ona dostlar, bugünlük videomuzu görürsünüz dostlar, qabaqda da yeni bir dənə ada var. Bugünlük videomuzu bu qədər eləyək, bitirək. Kanala like atmağı, abunə olmağı unutmayın. Gələn bölüm sandıq açarıq. Gələn bölümlərdə görüşmək üzrə dostlar. Sağ olun.